Təsəvvür edin, bank sizə 500 min dollar pul verir, siz isə cəmi 25-50 min arası pul ödəyərək həmin gün evin açarlarını əldə edirsiniz. Bu fırıldaqdırmı, yoxsa Amerikada bank sistemi belə işləyir? Bu videonun sonunda siz mortgage sistemi elə başa düşəcəksiniz ki, bank işçisi ilə rahat danışa biləcəksiniz. Hamınızı salamlayıram, mən Nizat Binnatov, Amerikada Florida və Connecticut ştatında realtor kimi fəaliyyət göstərirəm. Bu kanalda Amerikada həyat, daşınmaz, əmlak, kredit sistemi və investisiya haqqında real məlumatlar paylaşıram. Əgər gələcəkdə Amerikada ev almağı planlaşdırırsınızsa, bu kanal sizin üçündür. Gəlin belə bir şey müqayisə edək. Azərbaycanda əksər insanlar əvvəl pulu yığır, sonra ev alır. Məsələn, 100 min manatlıq ev istəyirsiniz, 100 min manatınız yoxdur, deməli gözləməlisiniz. Amerikada isə sistem tam fərqlidir. Burada insanlar əvvəl evi alır, sonra illərlə ödəyirlər. Məhz buna mortgage deyilir. Təsəvvür edin ki, siz Floridada çox bəyəndiyiniz bir ev tapmısınız. Qiyməti 500 min dollardır, amma hesabınızda cəmi 50 min dollar pul var. Çox adam düşünür ki, deməli bu evi ala bilmərəm. Əslində isə burada bank işə qarışır. Bank sizin yerinizə satıcıya 450 min pul ödəyir. Siz isə banka söz verirsiniz ki, həmin pulu 30-15 il ərzində hissə-hissə qaytaracaqsınız. Yəni bank sizə evi almır, bank sizə borc pul verir, ev isə sizin adınızda olur. Sadəcə bank tam kredit ödənilənə qədər ev üzərində öz hüququnu qoruyur. İndi isə bank mənə niyə pul verməlidir sualına cavab verim. İndi bank düşünür, mən bu adama 500 min dollar pul verirəm. Bu zaman mən bəzi şeylər var ki, bundan əmin olmalıyam ki, bu insan aylıq ödəmələri vaxtlı-vaxtında yerinə yetirəcək. Bu zaman bank sizin gəlirinizə, iş tarixçənizə, kreditinizə, borclarınıza, bank hesabındakı pula baxır. Bəzi hallarda isə sizin 6 aylıq reserve fund, yəni 6 aylıq aylıq ödəməni qədərində sizdən pul tələb edə bilər. Əgər bunlar qaydasındadırsa, bank sizə bu krediti verir. Mortgage aldığınızda bəzi yanlış anlamalar var ki, gəlin buna aydınlıq gətirək. İnsanlar düşünür ki, mən aylıq 3000 dollar mortgage pul ödəyirəm. Əslində isə o pulun hamısı kredit deyil, aylıq ödənişi bir neçə hissədən ibarətdir. Principal evin borcun əsas məbləğidir, interest buna ödədiyiniz faizdir, property tax əmlak vergisidir, home insurance isə ev sığortasıdır. Əgər siz mortgage alırsınızsa, ev sığortası almanız mütləqdir. Və bəzi evlərdə və bir çox bina evlərində isə HOA deyilən bir ödəmələr var. Bu isə aylıq ödəmə kimi sizin mortgage'inizin üzərinə gəlir. Yəni aylıq ödəniş yalnız kredit məbləği deyil. Bu məsələyə bağlı bir riyazi məsəl göstərək. Bu hamısı bir nümunədir, real bir şey deyil. Məsəl üçün, evin qiyməti 500 min dollardır, siz ilkin ödəniş 10% qoyursunuz və geri qalan 450 min isə bank verir. Deyək ki, sizin faiz dərəcəniz 6.5%-dir. Bu halda aylıq principal və yəni evin əsas borcu ilə faiz dərəcəsi təxminən 2800-3000 dollar ola bilər. Üstünə əlavə olaraq property tax, yəni əmlak vergisi gələcək, evin sığortası gələcək. Əgər HOA varsa, bu da əlavə olaraq üstünə gələcək. Beləliklə, təxmini aylıq ödənişiniz 3300-3700 dollar ola bilər. Bu rəqəmlər bazar şəraitinə, faiz dərəcəsinə və əmlakın yerləşdiyi əraziyə görə dəyişə bilər. Mortgage almaq üçün nələr lazımdır? Mortgage almaq üçün adətən bunlar tələb olunur: ID, yəni şəxsiyyət vəsiqəsi, maaş sənədləri, bank çıxarışı, vergi sənədləri, kredit tarixçəsi, bəzi proqramlarda az öncə dediyim kimi reserve fund, bank hesabında bir qədər pul görmək istəyə bilərlər. Hər lender və proqram tələbləri fərqli olur. Yəni o sizin ilkin ödənişinizdən də asılı ola bilər. Nə qədər çox ilkin ödəniş qoysanız, bu tələblər bir o qədər azalır. Mortgage alınan müddətdə edilən ən böyük səhvlər: mortgage üçün müraciət edildikdən sonra bunları etməyin. Yeni maşın almayın, kredit kartlarını maksimum istifadə etməyin, yeni kredit kart almayın, işinizi dəyişməyin, böyük məbləğdə izahı olmayan köçürmələr etməyin. Bunlar kredit təsdiqinə mənfi təsir göstərə bilər. Əgər siz də gələcəkdə Amerikada ev almağı planlaşdırırsınızsa, indidən düzgün məlumat əldə etmək çox vacibdir. Şərhlərdə ev yazın və ya mənə
WhatsApp vasitəsilə əlaqəyə keçin. Mən sizə vəziyyətinizə uyğun yol xəritəsini tamamilə pulsuz izah edəcəyəm. Əgər bu videoda faydalı oldusa, bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşərik.